Salam dostlar, biz bu günlərə JavaScript-də ikinci dərsimiz olan variable'ları öyrənmiş olacaq. Variable'lar ingilis tərcüməsi dəyişənlər deməkdir. Bunlar bizə nə işə yarayır? Bunu bugünkü dərsimizdə göstərəcək. Onun da nəzərinizə çatdırmaq istəyirəm ki, JavaScript-də variable'lar daha çox istifadə olunan funksiyalardan biridir. Əvvəlki dərsimizdə olduğu kimi bugünkü dərsimizdə də yenə nokta proqramını açıram və burada gördüyünüz kimi mənim hazır HTML kodum var və bu deklarasiyada öz skriptimi tanımlanmış olacaq. İngiliscədə variable'lar JavaScript daxil edilsin, sadəcə varla görsənir və bunlar müxtəlif formadadır. Deyək ki, vara ad verir, A adı bərabərdir, deyək ki, 5-ə. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, əgər variable'ımız rəqəmə bərabərsə, onu dırnaq içərisində bərabərdən sonra onu dırnaq içərisində deyil, sadəcə boş yazmamız yazır. Yox, əgər biz onu deyək ki, A variable'ı bərabər deyil, salam sözünə bərabərsə, onu hökmən biz dırnaq içərisində yazmalıyıq və ondan sonra nöqtəli vergülümüzü yazmağı unutmalıyıq. Nöqtəli vergül fərqi yoxdur. Həm rəqəm də yazılır, həm də söz də yazılır. O nöqtəli vergülü ora yazmamız gərəkdir. Yoxsa əks halda bizim variable'ımız işlənməmiş olacaqdır. Bunu göstərmiş oldu. Bunu yadınızdan ümid edirəm ki, çıxarmayacaqsınız. Deyək ki, və deyək ki, sizin yanında çıxmaq istəyir, hər iki variable'dan istifadə edir. Məsələn, deyək, salam variable tanıtırdım. A adında bir variable tanıtırdım və burada belə bir şey yazdım. Mənim ilk misal üçün mənim ilk variable. Və bunu biz ekranda necə göstərəcək? Bunun üçün isə əvvəlki dərsimizdə olduğu kimi document write metodunu göstərəcək. Document write deyirik. Document write deyirik. Mötərizəni açıb bağlayırıq. Mötərizdən sonra nöqtəli vergülümüzü yazırıq. Belə siz də bunu istifadə etsin daha məsələsidir. Çünki bəzən mötərizədən sonra nöqtəli vergülümüzü yazmamız yaddan çıxır. Və bir şey də nəzərinizə çatdırım ki, JavaScript-də document write metodunda əgər biz variable ekranda göstərmək istəyirsə, variable adını mötərizə hissəsində dırnağa yazmamıza ehtiyac yoxdur. Sadəcə olaraq biz variable'ımızın adını yazırıq. Məsələn, variable'ımızın adı A olduğundan mən sadəcə olaraq mötərizənin içərisinə variable'ımızın adını yazmış oldum. Kodlarımızı diskət işarə vasitəsilə yenə də yaddaşa verirəm. Ramble'ımızın daxil olam. Launching from seçirəm. Gördüyünüz kimi burada mənim ilk variable'ım adlı bir yazı görünmüş oldu. Variable'dan bir hissəsindən deyək ki, hərfləri necə inteqrə etmək lazım onu öyrəndə. İndi isə variable'ın daha bir başqa özəlliyi var. Onu sizə göstərəcəm. Deyək ki, var deyirəm, B deyirəm. Bərabərli deyək, birinci B variable'ımız 5-ə bərabər olsun. C variable'ımız bərabərdir. 6 olsun. Nöqtəli vergülü yazıram. Və variable D deyirəm. Variable deyək ki, D variable D bərabərdir. B üstəcə C və nöqtəli vergülümüzü yazıram. Bunu nə üçün istifadə, bunu niyə belə yazırıq? Çünki biz indi burada bizim variable'ımızın 5-in üstə 6 yanında 11 yazması gərəkdir. Bu necə bəs görmüş oldum. Bunu yenə document write metoduna deyirəm. Document write mötərizəni açıb bağladı. Sonuncu variable'ımız olan D variable'ını bura yazırıq. Daha sonra nöqtəli vergülümüzü yazmağı unutmuruq. Yaddaşa verdim. Razıyam ki, daxil oldum, yenilədim və gördüyünüz kimi burada mənim ilk variable'dan sonra bir 11 görsənmiş oldu ki, hansı burada 5-in üstə 6 əldə 11 edir. Və burada bunların bir-birinə yapışmaması üçün birinci document write'ımızda A təqindən sonra A bizim variable'ımızın adıdır. Ondan sonra üstəgəl plus işarəsini qoyuruq. Yəni ki, əgər biz variable'ımızdan sonra söz əlavə etmək istəyirsə, hökməndir ki, burada biz üstəgəl işarəsindən istifadə edirik və üstəgəldən sonra dırnaq şərtləri içərisində öz HTML kodumuzu daxil edirik. Bildiyiniz kimi bir sətir atlamada HTML-də breaklə olurdu. Break deyirik, yaddaşa verdik. İndi burada diqqət edirsəniz 11'in bir sətir aşağıda olması gərəkdir. Gördüyünüz kimi burada 11 bir sətir aşağıya düşmüş oldu. Daha başqa bir variable yazaq. Misal üçün var deyirəm, D deyirəm, bərabərdir. Deyək ki, olsun, misal üçün olsun 15 var deyirəm. Üzr istəyirəm, burada D-ni istifadə etdiyimizdən D-dən deyil, Y-dən artıq biz istifadə edilmək. Çünki burada əgər biz variable D desək, bizim artıq kodlarımız çalışmamış olacaqdır. Yəni,
qarışacaqdır. Bilməyəcəkdir biz hansı birinci D-ni çağırır, yoxsa ikinci D-ni çağırır. F deyirəm, bərabərdir. Deyək ki, 7 deyirəm. 7-dən sonra nöqtəli bölgülü yazıram. Və üçüncü bir variabl istifadə edirəm. Deyək ki, C variablından istifadə edirəm. Bərabərdir. Deyək ki, Y plus F. Yəni bunların toplamı bizə versin və nöqtəli bölgülü yazıram. Yəni document write deyirəm. Metodumuzu açıb bağlayırıq. Metoddan sonra nöqtəli bölgümüzü yazırıq və onun içərisində öz kodumuzu yazırıq. Misal üçün mən belə bir şey yazacağam. Ekranda belə bir şey göstərməsini istəyirəm. Və burada bura D-dən sonra plus qoyuruq. O plus yaddan çıxarmırıq. Çünki mən istəyirəm ki, bir bu rektangle horizontal line da burasına görə ki, bu işləyəcək, yoxsa işləməyəcəkdir. Burada bizim 11-dən sonra horizontalımız olması gərəkdir. Kodumuzu yaddaşa verək. Browserimizə daxil olaq, yeniləyək. Gördüyünüz kimi 11-dən sonra bir horizontal line çəkmiş oldu. Məsəl üçün mən istəyirəm ki, üçüncü bizim document writer'ımızda ekrana belə bir yazı çıxarsın. Horizontal line-ın altında mənim 22 yaşım var. Bunu burada mənim sözünü dırnaqşaqlar sözünü yazmalıdır. Mənim 22 yaşım var əgər biz yazmaq istəyiriksə və onu da nəzərinizə çatdırmaq istəyirəm ki, əgər sözdən sonra variable yazılırsa biz dırnaqdan əvvəl bir boşluq buraxmamız gərekir. Əks halda bizim variable'ımız bizim sözümüzə yapışmış olacaqdır. Deyək ki, mən istəyirəm mənim 22 yaşım var. Onu necə göstərsin? Bildiyiniz kimi də 7-15 yəni 22 edir. Bu da ki, G variable'ında özü içinə qabıb plus deyirəm. Variable'ımızın adı olan G-ni bura yazıram. G-ni yazıram. Mənim 22 və G-dən sonra yenə də plus işarəsini yazmağı unutmuruq. Həm G-dən əvvəl, həm G-dən sonra yazırıq ki, çünki burada hər iki sözlərin ekranda görünsün. Mənim 22 yaşım var. Misal üçün belə bir yazı yazdıq. Yaddaşa verdik. Şimdi bizim browserimizdə 11-in altında mənim 22 yaşım var adlı yazı çıxması lazımdır. Gördüyünüz kimi burada mənim 22 yaşım var sözü görsənmiş oldu. Bir daha nəzərinizə çatdırın. Variable'larda biz bir ilk növbədə variable'ımıza ad veririk. Daha sonra bizim variable'ımıza həm rəqəm, həm də sözlər daxil ola bilər. Əgər rəqəm isə bizim variable'ımızın adını yazıb bərabər işarəsini qoyduqdan sonra gördüyünüz kimi burada mən rəqəmdə hər hansı bir dırnaq işarəsindən istifadə etməmişəm və ondan sonra nöqtəli vergülümüzü yazırıq və əgər variable'ımıza sözlər daxildirsə, bərabərdə işarəsindən sonra dırnaqlar əsasında bizim öz sözlərimizi oraya yazmamız gərəkdir və variable'ımızı ekranda əgər göstərmək istəyirsə, document write metoduyla bunu göstəririk və metodların içərisində heç bir dırnaq işarəsindən istifadə olunmur. Əgər variable'dan sonra biz hər hansı bir söz yazırsa, həmin variable'dan sonra plus işarəsini qoyuruq və ondan sonra deyək ki, əgər söz yazılsa onu dırnaq işarəsində, yox, əgər növbəti bir variable yazılsa, plus işarəsindən sonra yenə də əvvəlki qaydada olduğu kimi variable'ımızın adını oraya yazmağımız gərəkdir. Bununla da bugünkü ikinci dərsimiz sona çatdı. Növbəti dərsdə görüşərik. Sağ olun.